Hər vaxtınız xeyir Aslan TV izləyiciləri. Könüllü sən verilişi ilə biz yenidən efirdəyik. Sizinlə mən Şəbnəm. Və mən Rəsul. Könüllü olmaq istəyirsiniz və bunun üçün hara və necə müraciət edəcəyinizi bilmirsinizsə, 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. şəhər nömrəsi 444-7444-də zəng edərəksə, layihə və ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız, əziz gənclər. Əziz gənclər, bugün 2 fevral Gənclər günüdür. Bugün sizin gününüzdür. Biz də fürsətdən istifadə edib bütün gəncləri təbrik edir, onlara uğurlar arzu edirik. Elə mövzumuz da Gənclər gününə həsr olunub. Azərbaycanın çox istedadlı gəncləri var. Bütün sahələrdə demək olar ki, belə gəncləri görmək olur. Və onlar ölkəmizi dünya miqyasında da çox gözəl və qürurla təmsil edir. Bayrağımızı daim ucaldırlar. Elə bugünkü verilişimizin qonağı özü də gənc olan Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri Ramil Cabbarovdur. Xoş gəlmisiniz Ramil bəy, necəsiz? Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Yeganə elə Gənclər Günü münasibəti ilə sizin adınızdan, sizin vasitənizlə bütün Azərbaycan gənclərini təbrik edirik və bundan sonraki fəaliyyətlərində də uğurlar arzulayırıq. Təşəkkür edirik. Öncə istərdik ki, Azərbaycan gənclərinin son illər ərzində gördüyü işlərdən, fəaliyyətlərindən danışasınız. Daha sonra keçidək digər suallara. Məlum olduğu kimi artıq biz cəmiyyətimizdə də görürük ki, Azərbaycan gəncləri ildən ilə öz potensiallarını, öz imkanlarını və qarşıda duran məqsədlərini daha aydın olaraq görürlər və Azərbaycan gəncləri ilbəil daha da dinamik bir fəaliyyətlərə qatılırlar və Gənclər İdman Nazirliyi da bu məqsədləri və bu mənzərəni görmüş oluruq. Az sonra yəqin ki, biz detallardan danışacağıq və Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində gənclərin nə qədər təşəbbüskar və öz maraqlarını və ideyalarını nə cür ortama qatdıqlarını və fikirlərini nə cür izah etdiklərini, o cümlədən beynəlxalq təmsilçiliklərdə iştirakını biz aktiv şəkildə görürük və bu bizi sevindirir. Çünki artıq Azərbaycan gəncləri hər il daha iddialı olurlar və artıq qürurla demək olar ki, Azərbaycan gəncləri qalib xalqın gəncləridir və bu onların davranışlarında, baxışlarında bunu biz açıq-aydın görmüş oluruq. Qloballaşan dünyada Azərbaycan gənclərinin inkişafı və fəaliyyəti üçün hansı işlər görülür? Bildiyiniz kimi, qloballaşan bir dünyada yeni tələblər, yeni yanaşmalar öz sözünü deyir və həm informasiya texnologiyaları sahəsində, həm müasir dövrdə yeni trendlər, yeni baxışlar öz sözünü demiş olur. Və biz Gənclər İdman Nazirliyi olaraq da məhz gənclərin hansı istiqamətdə tələbləri formalaşır və biz gənclərimizi necə görmək istəyirik və onların ideyaları, fikirləri nədən ibarətdir, bu istiqamətdə çoxsaylı layihələr həyata keçiririk. Və o cümlədən də Azərbaycanda 360-dan çox gənclər sahəsində çalışan qeyri-hökumət təşkilatları var və biz həmin qeyri-hökumət təşkilatları vasitəsilə də yeni layihələr həyata keçiririk. Bundan başqa həmçinin gənclər tərəfindən bizə çoxsaylı müraciətlər olur ki, beynəlxalq tədbirlərdə iştirakla bağlı. Biz bunu da çox prioritet sahə olaraq özümüz üçün seçmişik ki, məhz beynəlxalq təcrübəni öyrənərək Azərbaycana qayıdan gənclər öz yeni ideyalarını öz ətrafında olan gənclərlə şəbəkələşmiş və paylaşmış olurlar. Və biz hər il yeni layihələr həyata keçiririk və hər layihədən sonra da biz bunun ölçümlərini aparırıq, gənclərin rəylərini öyrənirik. Çoxsaylı düşərgələr keçiririk, artıq mediadan da bunu izləmiş olarlar, biz izləyənlər və həmin düşərgələr bir məqsəd daşıyır, həm gənclərin şəbəkələşməsi, həm də ki, yeni ideyaların ortaya çıxarılması baxımından biz hər il daha da fərqli mövzularda, tematikalarda düşərgələr keçiririk və bu artıq bir yeni dəb halını alıbdır. Gənclərimiz bizə çoxsaylı müraciət edir ki, növbəti düşərgələr nə vaxt olacaqdır. Bu baxımdan yeni bir tendensiyaları bu şəkildə izləmiş oluruq. Sizin də az öncə qeyd etdiyiniz kimi, məlumdur ki, Azərbaycanda bir çox gənclər təşkilatları var və bugün gənclər təşkilatları bir çox tədbirlər, forumlar və işlər görür. Bu tədbirlərin sizcə gənclərimizə necə təsirləri var? Təbii ki, tədbirlərin formatları fərqli olur.
Burada həm özünün inkişaf tədbirləri ola bilər, müxtəlif müzakirə platformaları ola bilər, məşhur və ekspertlərlə görüşlər ola bilər. Daha sonra isə həm də gənclərdən gənclərə dediyimiz təcrübə qazanmış gənclərin öz ətrafında olan gənclərə bilik ötürülməsi baxımından da belə tədbirlər, forumlar, seminarlar, workshoplar keçirilir. Hər bir tədbirin özünün bir faydası vardır. Yəni elə bir tədbir yoxdur ki, ora qatılan gənc hər hansı bir fayda əldə etməsin. Yəni ən azından yeni tanışlıqlar qazanmış olur. Onu da vurğulamaq istərdim ki, Şuşa bildiyiniz kimi 2024-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Gənclər paytaxtı seçilmişdi. Lənkəran şəhəri isə Türk Dünyası Təşkilatının Gənclər paytaxtı idi. O cümlədən Azərbaycanın Gənclər paytaxtı idi. Bu Gənclər paytaxtı konsepsiyası əslində bir də gənclərin toplaşma məkanı kimi, mərkəzi kimi qeyd etmək olar. Şuşada təsəvvür edirsiniz, İslam ölkələrinin gəncləri, ekspertləri, fikir liderləri, belə deyək, təşəbbüskar gəncləri məhz Şuşaya toplaşmışdılar və orada həm İslam ölkələri arasında, həm də Azərbaycanın mədəniyyətini, Azərbaycanın gənclərin potensialını görmüş oldular. O cümlədən Lənkəranda Türk dünyasının gəncləri bir araya gəlmiş oldu. Yəni bura qatılan gənclər həm beynəlxalq arenada yeni gənclər dostluqları qazanmış oldular. Onların təcrübələrini öyrənmiş oldular. Yəni həm beynəlxalq, həm yerli tədbirlər bu baxımdan öz faydasını qazandırmış olur gənclərimizə. Bildiyimiz kimi Asan Könüllülərinin sayı artıq 40 mini ötüb. Və Ramil bəy, Gənclər və İdman Nazirliyi də Asan Könüllülər Təşkilatı ilə mütəmadi olaraq işləyir və əməkdaşlıqlar qurur. Soruşmaq istərdim ki, yaxın gələcəkdə Asan Könüllülər Təşkilatı ilə hər hansı bir yeni işlər nəzərdə tutulubmu? Asan Könüllülər bizim üçün belə deyək də ən top və ən fayda verən gənclər təşkilatları sırasındadır və 40 minlik bir gənclər kütləsinə sahib olmaq həqiqətən böyük bir gənclər bazası deməkdir. Bu o deməkdir ki, artıq Asan Könüllüləri bir akademiya formasına gəlibdir. Orada gənclər yetişirlər və cəmiyyətə qatılmış olurlar. Asan Könüllülərlə bağlı biz çoxlu sayda tədbirlər həyata keçiririk. Təbii ki, burada elə başlıcası düşərgələrdən, daha sonra isə bizim forumlara qatılırlar. Həm könüllü dəstəkləri verirlər müəyyən tədbirlərimizdə, o cümlədən də həm də gənclər olaraq onlarla bizim mütəmadi görüşlərimiz olur. Cənab nazirin də Asan Könüllülərlə sıx-sıx görüşləri olur və onlarla fikir mübadiləsi aparır. Çünki Asan Könüllülər özünə məxsus bir modeldir və burada yetişən gənclər həm korporativ sektoru görmüş olur, həm cəmiyyətlə işləmək, o cümlədən fikirlərini açıq ifadə etmək, layihə yazmaq, nə kimi təkliflər vermək lazımdır. Bu təkliflər, çox maraqlı təkliflər gəlir Asan Könüllülərindən. Yəni biz mütəmadi olaraq məhz Asan Könüllülərlə işləyirik və 2025-ci il üçün də bizim qarşıda duran bir neçə prioritet istiqamətlərimiz var və düşünürəm ki, Asan Könüllülərlə həm konstitusiya və suverenlik ili çərçivəsində, həm də zəfərimizin yubiley ili çərçivəsində, həm də ki, il boyu bizim gənclər siyasəti ilə bağlı bir neçə tədbirlərimiz olacaqdır. O cümlədən də mən vurğulamaq istəyirəm ki, bu illəri Qəbələ şəhərimizdə MDB Gənclər paytaxtıdır və Sumqayıt da bu illəri Azərbaycan Gənclər paytaxtıdır. Bu çərçivədə də biz Asan Könüllülərlə çox sıx şəkildə tədbirlərimiz həyata keçiriləcəkdir. Səbirsizliklə bu layihələri gözləyirik və Ramil bəy, bəs Azərbaycan gəncinin istəyi nədir? Azərbaycan gəncinin istəyi həqiqətən çox rəngarəngdir. Elə sizin simanızdan da o pozitivlikdən irəli gələrək demək istəyirəm. Həqiqətən çox pozitivdir və rəngarəngdir. Hər regionumuzun özünün məxsus bir gəncləri var. Bu qətiyyən neqativ anlamda demirəm. Həqiqətən bu hər regionun öz təbiətinə uyğun olaraq bir gəncləri formalaşıbdır. Və hər regionun öz gəncinin də öz istəkləri və tələbləri var. Mən yaxşı mənada deyirəm, çünki tələb etmək bugünkü günümüzdə Azərbaycan gənci üçün özünə məxsus bir xarakterdir. Və çox Azərbaycan gənci bugün nə istəyir sualına cavab versək, Azərbaycan gənci Gənclər İdman Nazirliyindən nə gözləyir? Çoxlu tədbirlər gözləyir təbii ki. Onların təşəbbüslərinin dəstəklənməsini istəyir. O cümlədən də hökumətin onun yanında olduğunu hiss eləmək istəyir və tədbirlərdə,
hər hansı bir ideyaların həyata keçirilməsində peşəkar dəstək gözləyir. O cümlədən bildiyiniz kimi Azərbaycan ərazisində 35-dən artıq 35-ə yaxın bir gənclər evləri şəbəkəmiz var. Gənclər evlərində aktiv fəaliyyətlər gözləyir və maksimum dərəcədə biz bunu təmin etmək istəyirik. Və beynəlxalq arenalarda bir Azərbaycan gənci olaraq çıxış etmək istəyir. Mən sadəcə bir misal demək istəyərdim ki, məhz ötən illəri Azərbaycan gəncləri Dünya Robot çempionatında birincilik əldə etmişdi. Dünya Robot Olimpiyadasında dünya ikincisi olmuşdu. Yəni bu çox xırda bir xəbər kimi görsənməməlidir. Yəni dünyanın texnologiyalar ölkələrinin arasında Hindistanda keçirilən bir çempionatda Azərbaycan gəncləri birinci yer tutur. Böyük bir uğurdur. Böyük bir uğurdur və təbii ki, bu son nöqtə kimi görsənə bilər, amma buna qədər çox proses gedibdir. Yəni müxtəlif şəkildə biz ilk başlarda 50 gənclə bir yarış keçirmişik, sonra 100, 150, 300, 400, 700 son Azərbaycan mərhələsində 700-ə yaxın gənc iştirak etmişdi ki, bu böyük bir rəqəmdir. Yəni bir proseslər davamlılığını təmin etməmiz lazımdır və bu günləri asan nümunəsində də biz onu vurğulaya bilərik ki, asan nümunəsində biz inkişafın davamlılığı prosesini görmüş oluruq. Bu bizim üçün bir nümunə modeldir və Gənclər İdman Nazirliyi də gənclərin dəstəklənməsində məhz davamlılığın tərəfdarıdır ki, biz hər hansı bir gəncləri dəstəklədiyimizdə növbəti mərhələdə bu bizə nə kimi geri dönüş eləyib və həm ölkə adına, həm Azərbaycan gəncləri adına, həm də digər gənclər adına nə kimi töhfələr qazandıracaqdır. Gənclərimizin idman yarışlarında, elm sahəsində və beynəlxalq forumlarda uğurlarını da qeyd etmək lazımdır və vacibdir hətta. İstərdim ki, bu barədə biraz ətraflı məlumat verəsiniz bizə. Təbii ki, gənclərimiz sağlam həyat tərzi, idmanla məşğul olması, yəni bu həm peşəkar sahədə, həm də həvəskar sahədə ola bilər. Sağlam gənclər yetişdikdə bu sağlam düşüncə də formalaşır, sağlam mühit formalaşır. Elm sahəsi təbii ki, bu dəyişilməz bir sahədir. Yəni bu effektivliyi bizim üçün önəmlidir. Çünki atdığımız hər addım elmi əsaslar uğrunda olmalıdır və elm tutumlu olmalıdır və biz həm beynəlxalq arenalarda nə kimi işlər görə bilərik. Təbii ki, beynəlxalq sahədə əməkdaşlıqlarımız müxtəlif ölkələrlə müəyyənləşibdir və burada bizim digər dövlət qurumları ilə bizə yönəlmiş bir neçə istiqamətlər var, strateji yönlər verilir və biz bu istiqamətdə işlərimizi aparırıq. Sağlam həyat tərzinin inkişaf etdirilməsi ilə bağlı biz müxtəlif layihələr həyata keçiririk. Hətta mən xüsusi vurğulamaq istəyirəm, sağlam həyat avtobusumuz var və o artıq region dolaşır və bu avtobusda insanlar hər yaşa uyğun olaraq öz bacarıqlarını, öz sağlamlıq testlərini keçirə bilirlər. Müxtəlif, təbii ki, biz qrantlar çərçivəsində deyək ki, velosipeddən istifadədir, digər istiqamətlərdə sağlam həyat tərzi ilə bağlı, zərərli vərdişlərdən uzaq tutulması ilə bağlı layihələr həyata keçiririk. Hətta 25-ci ildə biz bəzi zərərli vərdişlərdən asılılığın aradan qaldırılması ilə bağlı, xarici ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı layihəmiz də olacaqdır. Bax, bu istiqamətdə, yəni layihələrimiz həddən artıq çoxdur. Burada belə danışaraq da yormaq istəmirik izləyicilər, amma təbii ki, bizi dinləyən gənclər bizim bir layihəmizlə ən azından bir il ərzində bir təmas nöqtəsi olacaqdır və bu təmas nöqtəsində artıq biz o bizim işlərimizi hansı səviyyədə gördüyümüzü görmüş olacaqlar. Gəlin bölgələrimizi də unutmayaq, çünki bölgələrimizdə də istedadlı gənclərimiz çoxdur. Bəs məhz onların potensialını üzə çıxarmaq üçün hansı işlər görülür? Bizim bundan əvvəl həyata keçirdiyimiz bir layihəmiz vardı, yerli layihəsi. Yerli layihəsi sırf regionda yaşayan gənclərin informasiya texnologiyaları vasitəsilə yeni bacarıqları qazanması idi. Bildiyiniz kimi bu dünya ölkələrində də var, şəhər mərkəzlərinə miqrasiya baş verir. O cümlədən də insanlar bəzən informasiya texnologiyalarının qazanc əldə etmək potensialını görməmiş ola bilirlər. Yerli layihəsində biz 230 region gəncinə
web proqramlaşdırma, qrafik dizayn, sosial media marketinq, qrafik dizayn bu kimi istiqamətlərdə olduqları yeri tərk etmədən işlər görə biləcəkləri, xidmətləri göstərə biləcəkləri təlimlər verdik və maraqlıdır ki, artıq bu təlimin yekununda, məzun günündə belə deyək, artıq təqribən 80% gənc öz regionunda iş tapmışdılar və iş quranlar da var idi. O cümlədən də bizim az öncə qeyd etdiyim kimi 35 gənclər evimiz fəaliyyət göstərir. Həmin gənclər evlərində müxtəlif sosial fəaliyyətlər, təlim inkişaf fəaliyyətləri var, müxtəlif analitik tədqiqatlar aparılır. Sonra orada müxtəlif asudə vaxtın təşkili ilə bağlı işlər həyata keçirilir. Hər bir gənclər evinin o regiondakı gənclərin maraqlarına uyğun olaraq layihələr və fəaliyyətlər həyata keçirilmiş olur. O cümlədən də düşərgələrimizdə təbii ki, spesifik olaraq və xüsusi olaraq region gənclərinin cəlb olunmasını biz prioritet seçirik. Hətta region gəncləri üçün ayrıca düşərgələr də həyata keçiririk. Ramil bəy, necə düşünürsünüz? Könüllülük fəaliyyətinin gənclərimizin həyatında rolu nədən ibarətdir? Könüllülük fəaliyyəti belə bənzətmə istərdim. Hərbi xidmətdə belə bir poliqon anlayışı var. Yəni bu real iş dünyasına, real belə deyək də başqa bir sektora da, yəni təhsil dönəmindən növbəti mərhələyə keçid etdiyinizdə könüllülük fəaliyyəti ilə məşğul olanların davranışları, düşüncə tərzləri, kritik düşüncələri, analitik qabiliyyətləri çox fərqli olur. Məhz könüllülük fəaliyyəti təbii ki, adından da görünür ki, ürəkdən gəlməsi lazımdır. Könüllülük fəaliyyətinə məşğul olan gənclər tədbirlərin bir parçası olurlar. Tədbirlərdə təşkilatçılığı öyrənirlər, komandada işləmək, komanda şəklində irəliləməyi öyrənirlər, vaxtı doğru idarə etməyi, stres halında qərar verməyi, problemləri necə sürətlə həll etmək olar, onu öyrənmiş olurlar və təbii ki, yeni təcrübələr, yeni bacarıqlar qazanmış olurlar. Yəni könüllülük fəaliyyəti təkcə Asan Xidmət Mərkəzində xidmət göstərmək kimi görülməməlidir. Burada vətəndaşı dinləmək, vətəndaşa nə cür köməklik etmək, problem anında necə müdaxilə etmək, o cümlədən də problemi mən kimdən soruşa bilərəm, bu kimi nüansları öyrənmiş olur. Artıq bir korporativ mühit görmüş olur və o korporativ mühit də onun növbəti mərhələdə iş mühitində, dövlət sahəsində, hansı sahədə olacaqsa, o artıq bir yetişmiş bir gənc olur və bu onun üçün 1-0 artıq öndə başlamaq deməkdir. Sonda sizi izləyən gənclərə nə demək istəyirsiniz? Məni izləyən gənclərə təbii ki, Cənab Prezidentin də vurğuladığı kimi bir vətənpərvər gənc kimi yetişməsini arzu edirik. Vətənini sevməyi, vətənin təəssübkeşliyini çəkməyi və hər yerdə Azərbaycanın mənafeyini qorumağı. İkinci mərhələdə təbii ki, Azərbaycan gəncinə məxsus şəkildə özünü inkişaf etdirməyi, nümunəvi bir gənc olmasını. Üçüncü vurğulamaq istərdim ki, bu günləri çox vacibdir. Ətrafına daha çox networking dediyimiz, yəni şəbəkəsini genişləndirməyi. Çünki ətrafında nə qədər fərqli gənclər olarsa, bir o qədər o həmin gənclərdən hərəsindən bir məqamı özündə cəlb eləyərək daha zənginləşmiş olurlar. Və növbəti mərhələlərdə təbii ki, daha o yumşaq bacarıqlarını, davranış bacarıqlarını inkişaf etdirməyi, texniki bacarıqlarını inkişaf etdirməyi və ən əsası bəlkə deyərdim ki, hədəfini aydın şəkildə bilməyi və o hədəfi uğrunda heç bir şəkildə yorulmadan irəliləməyə arzu eləyirəm. Təşəkkür edirik Ramil bəy, dəvətimizi qəbul edib gəldiniz. Sizinlə söhbət çox maraqlı oldu. Mən də sizə təşəkkür edirəm və bütün kollektivə də təşəkkür edirəm ki, belə bir imkan yaratmısınız və biz də Azərbaycan gənclərinə bu vasitə ilə çıxmış oluruq, fikirlərimizi bildirmiş oluruq. Sizə də və kollektivə də uğurlar arzulayırıq. Çox sağ olun, sizə işlərinizdə uğurlar arzulayırıq. Təşəkkürlər. Bax belə, hörmətli izləyicilər. Bugün qonağımız Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Ramil Cabbarov idi. Biz 2 fevral Gənclər Günü ilə bağlı elə Azərbaycan gənclərindən danışdıq. Bütün gənclərimizə uğurlar arzu edirik. Gənclər Gününüz mübarək.